Mədinədə Əvs və Xazrəc qəbilələri var idi. Uzun illər onlar qan düşməni idi. Yəni, heç vaxt onların mehriban olması mümkün deyil. Çünki onların arasında illərlə ədavət və bir-birini öldürmək, bir-birinin qanını axıtmaq, bunun birləşməsi, mehriban olması, qardaş olması mümkün deyil. Və hətta Allah Subhanahu taala Peyğəmbərinə ayədə deyir ki: "Ləv ənfəqtə mə fil ardı cəmiən mə əlləftə beynə qulubihim." Sən yer üzündə olan var-dövlətin hamısını onlara xərcləsəydin, onları bir-birinə mehriban edə bilməzdin, qardaş edə bilməzdin. Allah onları qardaş elədi, mehriban elədi. Bu hər zamana aiddir. İndiki zamanda da müsəlmanların hamısını nə qədər istəyirsən pul ver, ev ver, maşın ver, nə istəyirsən ver ki, gəlin bir olaq, o səbəb deyil, o kömək olmayacaq. Əsas qəlbləri birləşdirən Allahdır. Qəlblər onun barmaqları arasındadır. Demək, ona dua etmək lazımdır ki, o həmin qəlbləri birləşdirsin. Bunun üçün Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə dua öyrədib. Diqqət edin duanın möhtəşəmliyinə. Allahümmə əllif beynə qulubinə və aslih zətə beynina وَاهْدِنَا سُبُلَ السَّلَامِ وَنَجِّنَا مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَجَنِّبْنَا مِنَ الْفَوَاحِشِ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ. Allahım qəlblərimizi birləşdir. Aramızda olan münasibəti düzəlt. Bizi doğru yola yönəlt. Bizi zülmətdən nura çıxart və aşkarda və ya gizlində olan hər bir murdar əməldən, pisliklərdən bizi uzaq elə. Bu duanı Peyğəmbər sallallahu aleyhi ve sellem bizə niyə öyrədib? Öyrədib ki, biz dua edək ki, hamımız mehriban olaq. Lakin dua edən varmı? Yəni, kimsə özünə arxain olursa ki, mən öz ağlımla, bacarığımla, 40 ilin təcrübəsi ilə, nə bilim, pulumla, ətrafımdakıların çoxluğu ilə müsəlmanları bir yerə gətirə biləcəm. Bu yanılır. Allah Teala Peyğəmbərinə deyir ki, sən bunu eləyə bilməzsən. Biz kimi onu eləyək? Onu ancaq o eləyə bilər. Ona görə də hamı ona dua eləməlidir. Ona yalvarmalıdır.